Rusiyanın Çinlə münasibətləri, Rusiyanın Çinlə asılığı bu çox o məsələdə danışılır, edilir. Amma bir məsələ də var ki, unutmayaq ki, yəni Rusiyanın başında duran adam da kəşfiyyatçıdır. Yəni dünyanın güclü siyasətçilərindən sayılır. O da uşaq deyil. O da bilir ki, Çin, yəni Putini nəzərdə tuturam ki, Çin Rusiyadan istifadə etmək istəyir. Çinin Rusiyanın böyük torpaqlarına gözü var. Sibirdir, uzaq şərqdir və s. Amma burada bir siyasətdə belə də hamı bir-birindən istifadə edib. Tarixdə də görə bilərik. Məsəl üçün, dünya tarixinə baxsaq, iki dövlət bir-biri ilə qarşı durmadadır. Amma üçüncü dövlətinlə müharibədə olduğu üçün həmən o qarşı durmada olduğu dövlətdən çalışır münasibətlərini düzəldib əməkdaşlıq etsin ki, vaxtı da bilsin. Sadəcə olaraq indi Rusiya da bununla məşğuldur. Rusiya bilir Çinin ona qarşı, onun ərazisinə qarşı iddialarını və s. Çinin yumuşaq güc təsirini, necə ki, o yumuşaq güc Afrikada, Şərqi Avropada özünü göstərir. Necə ki, Rusiyanın uzaq şərq, Sibir ərazilərində özünü göstərir. Yəni Çin Rusiyadan fərqli olaraq heç vaxt müharibəyə, silaha çox vaxt əl atmayıb, yumuşaq güclə, yəni ki, hərəkət edib. Ən əsasında indiki Çin dövləti, indiki Çin hakimiyyəti. Rusiya da bunu bilir. Hətta bu bəzi təbliğatlar var ki, artıq Çinlə sərhəddə, Rus kəndlərində uşaqlar qıyıq gözdülər və s. Artıq Çinlilər oraları doldururlar. Rus kəndləri ölür və olan yerini Çinlilər doldururlar. Çin əhalisi ilə doldurulur və yaxud da Putinin əleyhinə olan, Rusiyada olan qüvvələr deyirlər ki, Putin neçə min hektar kilometr Çinə arendaya verib o torpaqları və s. Söhbət Çinlə sərhəddə olan ərazilərdən gedir, Rusiya ərazilərindən gedir. Amma hələlik odur ki, Rusiya Çinin dəstəyini almağa nail olub və Qərbin bu tətbiq etdiyi sanksiyalardan, bu blokadadan qurtulmağa nail olub. Bu faktdır. Çinlə, Hindistanla əsasən ticari münasibətlər Rusiyanın, mən elə Şimali Koreyanı demirəm, mən Vyetnamı demirəm, mən Cənubi Afrika Respublikasını demirəm. Yəni bütün İran var elə burada və bütün bax bu 2-ci dünya ölkələrini götürsək, Rusiya bununla ayaqda qalmağa müvafiq olub. Hələ Rus qazı Avropaya getmir ki, Avropada gedir. Avropa Birliyi ölkələri var ki, məsələn Macarıstan kimi, Slovakiya kimi Rus qazını alır. Yəni bu məsələdə tam Qərbin total blokada tətbiq etməsi Rusiyaya qarşı bu nail olmadılar buna və Rusiyaya qarşı istədiyi nəticəni ala bilmədilər. Yəni biz Rusiyanı istəməyə bilərik, sevməyə bilərik, amma biz faktla danışmalıyıq. Burada bir-birindən istifadə edir. Çin də oyun oynayır, Çin əjdahası öz oyununu oynayır, Rusiyası ilə də oyun oynayır, Amerikan bizonu ilə də öz oyununu oynayır və hamı bir-biri ilə oyun oynayır və hamı bir-biri ilə maraqları toqquşur və istəyir istifadə etmək. Düzdür, bu üçbucaq var, bu Bermud üçbucaqlığı deyə bilərsiniz, bu sevgi üçbucağı deyə bilərsiniz. Rusiya, Çin, Amerika. Burada ən güclü tərəf Amerikadır. Sonra Çindir, ən zəif isə Rusiyadır. İstər siyasi, istər iqtisadi, istər hərbi baxımdan hətta. Hərbi baxımdan bəlkə mübahisəlidir, amma iqtisadi cəhətdən dəqiq bu üçlükdə ən zəifi Rusiyadır. Və hamı da bir-birindən burada, yəni bunu 3 nəfərin tangosu da deyə bilərik. Bu 10 illər rəqs edə bir-birindən və beləlik üçlük dünyanın nəbzini tutmağa çalışır birlikdə və ayrı-ayrı ikili tərəfdaşlıqda, üçlü münasibətlərdə, bir-birlərinə qarşı münasibətlərdə və s. və bir-birində biz bu üçlü tangonu seyr etməyə də davam edirik.